Anadan gəlmə yüksək intellektə sahib bürclər. Bəzi bürclər var ki, sanki doğuşdan daha iti zəka, güclü analiz qabiliyyəti və sürətli düşüncə ilə seçilirlər. Astroloji baxımdan anadan gəlmə yüksək intellekt dedikdə həm məntiqi, həm də intuitiv zəkanın gücü olması nəzərdə tutulur. Ən yüksək intellektə sahib hesab edilən bürclər Dolça bürcü dahiyanə düşüncə ilə tanınır. Onlar qeyri-adi ideyalar yaradır, gələcəyi hiss edir və çox vaxt digərlərindən bir neçə addım öndə olur. Gücü, yenilikçi zəka, fərqli baxış bucağı, analitik düşüncə. Qız bürcü detal ustasıdır. Onların intellekti daha çox analiz, sistem və mükəmməllik üzərində qurulur. Gücü, dəqiqlik, güclü məntiq, problemləri tez həll etmə bacarığı. Əkizlər çox sürətli düşünür və informasiyanı ildırım üstəsilə mənimsəyir. Onlar söz ustası və sevinç zəkaya sahibdirlər. Gücü, ünsiyyət bacarığı, sürətli davranma, çoxsaylı düşüncə. Əqrəbin intellekti daha çox dərinlikdə gizlidir. Onlar insanları oxumaqda və gizli məqamları anlamaqda çox güclüdürlər. Gücü, psixoloji zəka, intuisiya, strateji düşüncə. Oğlaq bürcü praktik və planlı zəkaya sahibdir. Onlar ağıllarını uğur qazanmaq üçün sistemli şəkildə istifadə edilir. Gücü, strateji planlama, real düşüncə, məqsədyönlülük. Nəticə, ən güclü, ən ağıllı bürc tək deyil, hərəsinin zəka növü fərqlidir. Dolça, dahiyanə və dürüstlük. Futuristik. Qız, analitik və dəqiq. Əkizlər, sürətli və çevik. Əqrəb, dərin və intuitiv. Oğlaq, praktik və strateji.